Müəllimlər, bugün biz verdiyimiz tapşırıqlardan başlayaq müsahibə imtahanı üzrə. Gəlin başlayaq. Günay müəlliməm, sizdən. Buyurun müəllimə. Baxmısınızmı dərslərə Günay müəllimə? Bəli, mən baxmışam PDF-lərə. Lap gözəl. Günay müəllimə, sinifdə sağlam psixoloji mühiti necə qurarsınız? Müəllim, şagirdlərə söz azadlığı verməklə, səhv etdikdə lağa qoymadıqda, müəllimə çəkinmədən sual verdiyi bir mühit sağlam psixoloji mühitdir. Ay, sağ ol. Yadınızda saxlayın, burada dəstəkləyici mühit də olmalıdır müəllimin. Deməli, sinifdə əgər dəstəkləyici mühit varsa, o da sağlam psixoloji mühitə aiddir. Dəstəkləyici mühitin olması. Başa düşdünüz? Bəli, yadınızda saxlayın ki, sağlam psixoloji mühitdə şagird mühakimə olunmur, doğru deyirsiniz. Artıq burada söz azadlığı verilir şagirdlərə. Şagird bəli, sərbəst şəkildə öz fikirlərini nə edə bilir? İzah edə bilir, fikrini bildirə bilir, çəkinmir, səhv bildiyi məqamları da hətta deyə bilir. Amma səhv dediyi zaman müəllim də onu mühakimə etməyən bir mühitdir. Doğrudur müəllimə. Müəllimə, təlim üsullarından hansından istifadə edirsiniz? Sizdə ixtisas hansı ixtisasdır? Müəllim, fizika. Fizika. Fizika üzrə hansı təlim üsullarından istifadə edirsiniz dərslərinizdə? Beyin həmləsi, klaster, bir də akustika. Akustika. Bu qədər. Bir də anlayışın çıxarılması. Anlayışın çıxarılmasından istifadə edirsiniz. Aksiyon iş üsulundan da istifadə edirsiniz. Bəli, müəllim. Ay, sağ ol. Müəllimə, bəs meyar nədir? Müəllim, meyar şagirdlərin qiymətləndirilməsi üçün istifadə edilən bir vasitədir. Meyar, bəli. Meyarı nəyə görə verirsiniz? Şagirdlərin meyarı belə deyək, nədən çıxartmalıdır? Şagirdlərə verəcəyiniz o meyar nədən çıxarmalısınız? Müəllim, elə bir ki, təlim nəticəsindən qiymətləndirilmə çıxır. Qiymətləndirilmədən meyar, meyardan da rəy. Deməli belədir. Bax, gəlin ardıcılığı deyək. Alt standartdan təlim nəticəsi çıxarılır. Təlim nəticəsinə görə qiymətləndirmə meyarı çıxarılır. Meyara görə də rəy verilir. Ay, sağ ol. Bax, ardıcılığı yadınızdan çıxartmayın. Oldu mu müəllimə? Oldu müəllimə. Planlaşdırmanın neçə növü var müəllimə? Bir sual da verim. Planlaşmanın? Planlaşdırma. Məktəbdə istifadə edirik planlaşdırmalardan. Hansı planlaşdırmalardır? İllik planlaşdırma, gündəlik planlaşdırma. Ay, sağ ol. İllik planlaşdırma, bir də gündəlik planlaşdırma. İllik planlaşdırma, çari planlaşdırma, gündəlik planlaşdırma. Yox, qarışdırdıq. İllik planlaşdırma, perspektiv planlaşdırma, gündəlik planlaşdırma, cari planlaşdırmadır. İllik planlaşdırmaya nə daxildir? Onları deyin görək sıralanmanı. İllik planlaşdırmaya müəllim, KSG. Yox. Müəllimə, siz plan yazırsınız məktəbdə. İllik planlaşdırmanı, söhbət illik planlaşdırmadan gedir. O illik planlaşdırmanı yazan zaman sıralanma necədir? İllik planlaşdırmada nələr qeyd olunur? Bəli. Standart, adresin vahidi, mövzu, inteqrasiya, resurslar, qiymətlər, saat, tarix. Qiymətləndirmə, saat, tarix. Ay, sağ ol. Bəli. Bax, illik planlaşdırmada ardıcıl verilən sıranı qeyd etdiniz. Qiymətləndirmənin növlərindən hansıları olur illik planlaşdırmada? Mənim qiymətləndirməm KSG və diaqnostik. Kiçik summativ qiymətləndirmə, bir də diaqnostik qiymətləndirmə. Ay, sağ ol. Böyük summativ qiymətləndirmənin tarixini fən müəllim verir, yoxsa məktəb rəhbərliyi? Mənim məktəb rəhbəri. Bəli, böyük summativ qiymətləndirmənin nə vaxt aparılması, necə aparılması, hər biri haqqında məlumat, bəli, məktəb rəhbərliyi və onun yaratdığı komissiya üzvləri tərəfindən verilir. Doğrudur. Ay, sağ ol.
Müəllimə, bir sual da verim. Differensial təlim nədir? Diferensial təlim fərdi və ya fərqli yanaşmadır. Diferensial təlimdə şagirdlər eyni məqsədə çatdırılır. Diferensial təlimdə şagirdin 3 xüsusiyyəti əsas önəm daşıyır. Birinci şagirdin marağı, sonra şagirdin marağı, öyrənmə tərzi, bir də hazırlıq səviyyəsi. Ay, sağ ol. Aha. Şagirdin marağı odur ki, nə öyrəndin, nə öyrənəsən, o götürülür. Sonra hazırlıq səviyyəsi odur ki, hazırlıq səviyyəsində mən qarışdırdım. Şagirdin marağında şagirdin istəyi əsas götürülür. Ay, sağ ol, indi düz oldu. Səviyyəsində nə öyrənib, nə öyrənməlidir, o götürülür. Ay, sağ ol. Öyrənmə tərzində şagirdin məzmunu hansı yolla öyrənməsi götürülür. Məsələn, elə şagirdlər vizual, elə audio-vizual, kinematik. Baxır şagirdin səviyyəsi. Kinestetik. Müəllimə, siz bunu video izaha baxmısınız yəqin. Bəli, müəllim, video izaha baxmışam. Ay, sağ ol, doğrudur. Deməli, diferensial təlim doğru deyirsiniz. Fərqli və fərdi yanaşmalıdır. Hər bir şagirdin öz potensial imkanına, səviyyəsinə görə, öz bacarığına, öz qabiliyyətinə uyğun yanaşmadır. Həmin şagirdə olunan yanaşmadır. Bəli, düz deyirsiniz. Burada əsas məqsəd müxtəlif səviyyəli şagirdləri eyni məqsədə çatdırmaqdır. Doğru deyirsiniz. Bir də onu qeyd edim ki, diferensial təlim heterogen siniflərdə tətbiq olunur. Sonra diferensial təlimdə doğru deyirsiniz. Şagirdin 3 xüsusiyyətin əsas götürülür. Şagirdin marağı, şagirdin hazırlıq səviyyəsi, şagirdin öyrənmə tərzləri. Öyrənmə tərzləri də burada qeyd etdiniz. 4 dənə də öyrənmə tərzi var. Ay, sağ ol, müəlliməm. Deməli, diferensial təlim haqqında müəyyən qədər məlumat əldə etmişsiniz. Çox sağ ol, Günay müəllimə. Yaxşıdır. Sağ olun, müəllimə, sağ olun. Sağ olun. Tamam, müəlliməm. Axşamınız xeyir. Axşamınız xeyir, müəlliməm. Tamam, müəllim. Sinifdə ən çox hansı iş formadan istifadə edirsiniz? Deməli, iş forması kollektiv iş, fərdi iş, bütün siniflə iş və qrupla iş. Ay, sağ ol. Bu iş formalardır, bəli. Yəni, il uzunda bunlardan istifadə olunur. Ay, sağ ol. İl uzunda hər bir iş formasına, öz məqamına, öz vaxtına uyğun olaraq, təlim nəticəmə uyğun olaraq, şagird sayına, sinifin şəraitinə uyğun olaraq hər birindən istifadə edirəm. Hətta bir dərsdə ikisindən, üçündən də istifadə edə bilərsiniz. Hətta təlim üsullarından biri var ki, həmin təlim üsulundan biz dərsi tətbiq etsək, dərsimizdə həmin təlim üsulu tətbiq etsək, 4 iş formasından 4-ündən də bir dərsdə istifadə edə bilərsiniz. Bu hansı təlim üsuludur? Bilən var? Bilən var, müəllimlər? Bütün sinif Cütləş, bölüş, paylaş. Burada 3 dənə oldu. Düşün, cütləş, bölüş, paylaş. Düşün fərdidir, cütləş cütlərlədir, düşün, cütləş, bölüş qruplarladır, paylaş bütün siniflədir. Deməli, bu 4 dənə bu təlim üsulu vasitəsilə 4 dənə iş forması bir dərsdə tətbiq olunur. Yadınızdan çıxartmayın. Belə bir təlim üsulumuz var. Müəllim, iş forması ayrıdır, iş üsulu ayrıdır. Bəli. İş forması 4 dənədir. Fərdi iş, cütlərlə iş, cütlərlə iş, qruplarla iş, bütün siniflə iş. 4 dənədir. Amma təlim üsulları çoxdur. BİBÖ-dür, klasterdir, beyin həmləsidir, insertdir. Yəni çoxdur. Zigzagdır, bəli, karuseldir, akvariumdur. Yəni çoxunu qeyd edə bilərik burada. 30-dan yuxarıda müəllimə. Bəli, doğrudur. Tamam, müəllimə, motivasiyanı necə qurarsınız dərslərində? Ümumiyyətcə, motivasiya nə deməkdir? Motivasiya dərsin əvvəlində olur. Şagirdləri ələ almaqdır. Bir sözlə
deyirlər ki, şagirdləri kursaka keçirtmək mənasında. Yəni elə cür quraşdırmaq lazımdır ki, şagirdlərin diqqəti dərsdə olsun, o mənada. Dərsə cəlb etmək üçün, Bəli. bəli. Dərsin ilk mərhələsidir İlk motivasiya. mərhələsidir, bəli. İlk Doğru mərhələsi. deyirsiniz. Dərsin ilk mərhələsidir. Maraq oyatmaq deməkdir. Şagirdləri dərsə cəlb olmasını təmin edir. Motivasiya bir növ şagirdləri qarmağa keçirmək deməkdir. Motivasiyanı düzgün qurmaqla tədrisi nə edə bilərik? Effektiv təşkil edə bilərik. Motivasiya zamanı nələrdən istifadə edə bilərsiniz? Necə qurarsınız? Maraqlı hekayə, crossword, stat gətirməklə, musiqi ilə, mahnı ilə, yəni motivasiyada belə deyim də, praktik olaraq şagirdlərin gözü qarşısına nə isə göstərməklə, slaydlar göstərməklə, belə deyim, fraqment göstərməklə, video fraqment, daha çox belə deyim də, uşaqları cəlb etmək çox maraqlı olur uşaqlara. Necə? Tamam müəllimə, nəyə qeyd etmək istəyirdiniz? Əyani vəsaitlə də. Əyani vəsaitlərdən istifadə etməklə, bəli, şəxsi təcrübəmizdən danışmaqla, yəni müxtəlif yollarla motivasiyanı qurmaq olur. Crossword verməklə, yarımçıq cümlələrlə, hekayədir, belə verməklə. Motivasiya müəllimə, yəni müəllimlə şagird arasında ünsiyyətin qurulması deməkdə bir sözlə, yoxsa? Dərsin ilk mərhələsidir. Yox, dərsin ilk mərhələsidir. Maraq oyatmadır Sevinç müəllimə. Bütün siniflərdə. Sevinç müəllimə, verəcəm sizə məlumatları, oxuyacaqsınız. Müəllimə, bunları siz PDF formasında atmısınız, müəllimələri ona görə hazırlaşdırır. Bəli. Mən sizə heç nə qulaq asıram. Oldu. Siz bu günlərim dinləyici kimi olun. Mən sizə verəcəm hamısını. PDF-ləri. Tamam müəllimə, bir sual da verim sizə. Sinifdə valideyn oturub, şagirddə səs salır. Nə edərsiniz həmin zaman? Necə iş apararsınız? Deməli, birinci növbədə şagird nəzarət eləməlisən ki, sinifdə valideyn oturub. Birinci müəllimə xəbəri də olmalı ki, o valideyn o sinifdə oturub. Ondan da əlavə, şagird əgər səs salırsa, onu elə cür onun üzərində dərs qurmaq lazımdır. Yaxud da ki, prosedurları, qaydaları yadına salmaq lazımdır ki, şagird bəlkə biraz nətər özün yığışdırar da bir sözlə. Əgər bunlar da bəs eləməzsə, müəllim ona 1-2 dəqiqə yaxınlaşıb öz qulağına, yəni sakitcə öz sözünü deyə bilər ki, özü düzgün apar. Sinifdə başqa insan da var. Hörmətsizlik eləmə də, belə də ola bilər. Deməli, sinifdə səs salan şagird olan zaman, bu zaman müəllim sinif qaydalarını şagirdin yadına salmalıdır, xatırlatmalıdır. Bəli, belə deyək də, sinif qaydalarını bir növ onları yadına salmaqdan ötürü təkrarlaya bilər sinifdə, məsəl üçün, dərs zamanı. Sonra dərsini də belə deyək, valideynin əyləşməsi sinifdə, dərsdə, belə deyim, əvvəlcədən müəllimin məlumatı olmalıdır. Bəli. Deməli, valideyn gəlib sinifdə birbaşa yox, məktəb rəhbərliyindən icazə alınmalıdır. Sonra müəllimə məlumat verilməlidir və müəllim bilməlidir ki, məsəl üçün, bugün filan saatda sinifdə nə olacaq? Dərsində, bəli, valideyn əyləşəcək. Deməli, bunu biləndən sonra valideyn müəllim də məlumatlı olur. Sonra dərsdə yenə deyirəm, hər hansı bir qayda pozuntusu olan zamanda sinif qaydaları nə olunmalıdır? Təkrarlanmalıdır, yadına salınmalıdır. Görürsünüz ki, yenə də şagird səs salır, dayanmır. Bu zaman həmin şagirdə əlavə tapşırıq, sual verməklə də onu sakitləşdirmək olar. Dərsini də quran zaman o şagirdin marağına, istəyinə uyğun qurmaq lazımdır ki, ümumiyyətlə bütün şagirdlərin, o şagirdlər, belə deyim də, dərsdən əlavə hər hansı bir işlə məşğul olmasınlar. Hamının diqqəti dərsdə olsun. Deməli, həmin şagirdə təkrar əlavə sual tapşırıq da verə bilərsiniz ki, o uşaq da neynəsin, dərsə cəlb olunsun yenidən və tapşırığını, sualını neynəsin, işləsin, tapşırığını işləsin.
və belə deyək də qayda pozuntularını bu şəkildə, problemi bu şəkildə aradan qaldıra bilərsiniz. Oldu, tamam müəllimə. Çox sağ olun. Sağ olun, siz sağ olun. Keçək Seymur adı ilə qoşulmuş müəllim yoldaşımıza. Hansı müəllim idi? Seymur adı ilə qoşulmuş müəllim hansı müəllim idi? Səs açmır. İlahə müəllimə. Hansı Məmmədova? Müəllimə zərər yoxdur. Siz açın. İndi mən burada soyadlarını görsənmir. Ona görə birbaşa dedim. İlahə müəllimə, gəlin sizə bir sual verim. Dərslərdə şagirdlərə verəcəyiniz rəy necə olmalıdır? Hansı rəydən istifadə edirsiniz? Destruktiv rəydən yoxsa konstruktiv rəylərdən? Yox, əlbəttə ki, konstruktiv rəy. Çünki destruktiv rəng dağıdıcı rəydir. Yəni gələcəyə yönümlü, elə rəy verməliyik ki, düzdür, onun buraxdığı səhvlər də ora gələcəyə yönümlü, istiqamət verici bildirərək belə bir rəy verə bilərik ki, yəni həm qiymətini ala bilsin, öz səhvlərini bir daha yenidən işləyə bilsin və gələcəkdə də daha yaxşı, yəni qiyməti daha yaxşı olsun. Deməli, dərslərinizdə istifadə edəcəyiniz rəy konstruktiv rəy olur. Destruktiv rəydə necə rəy oldu? Geriyə aparan rəydir. Bəli, keçmişə yönəlik Keçmiş zamana rəydir. yönümlü və dağıdıcı rəydir. Ona görə də onu vermək olmaz. Şagirdi qapalı düşüncəyə, şagirddə qapalı düşüncə yaradan rəydir. Motivasiyadan Yəni salan. şagirdi belə deyim də irəli aparmır, geriyə aparır. Və İrəli motivasiyadan salan. getməsinin qarşısını alır. Keçmişə yönəlik rəydir, destruktiv. Özü məqsəddən uzaq rəydir. Destruktiv rəy. Konstruktiv rəy, bəli, düzgün veriləcəyimiz rəy konstruktiv rəy olmalıdır. Gələcəyə yönümlü. Gələcəyə yönəlimli rəydir, şagirdi inkişafa aparır, İnkişafa irəli aparır, aparır, bəli, anında verilir, spesifik verilməlidir, anında məqamında verilməlidir konstruktiv rəy, məqsədə uyğun verilir konstruktiv rəy. Yəni məqsəddən kənar deyil, məqsədə uyğun verilməlidir, istiqamət verilməlidir şagirdlərə düzgün və şagirdlər belə deyək, şagirdləri inkişafa aparan rəydir. Müəllimə, cütlərlə işi necə qurursunuz? Ümumiyyətcə cütlərlə iş forması necədir, bilirsiniz? Cütlərlə iş quranda şagirdlərin səviyyələri nəzərə alınmalıdır. Tutaq ki, məsələn, biri səviyyədə daha yaxşı, daha çox oxuyan, tez dərsi qavraya bilən, biraz dərs səviyyəsi biraz ondan zəif olan uşaqla cüt eləmək lazımdır ki, bir-birlərinə kömək eləsinlər. Biri digərindən lazımi Zəif biliyi güclüdən öyrənsin. öyrənmə imkanı yaradılmalıdır. Bəli, cütlərlə işdə belə bir məqam var ki, zəif güclüdən Biri güclüdürsə, bəli, digəri zəif olmalıdır ki, bir-birlərindən öyrənsinlər. bir-birindən öyrənsinlər. Nəticəmiz düzgün olsun. Ay Nəticəmiz sağ ol. onda yaxşı alınır. Cütlərlə işdə iki şagird qarşı-qarşıya işləyirlər, belə deyim, əməkdaşlıq əsasında. Bir də bəli, mübadiləsi onların bir-birinə aparmaqla. münasibətləri də nəzərə alınmalıdır. Ay sağ Çünki ol. elə uşaqlar var ki, onlar görürsən ki, bir-biri ilə yəni də yollaşmırlar. Yəni münasibətləri mütləq Cütlərlə nəzərə işi, alınmalı. bəli, cütlərlə işi aparmaqdan ötürü şagirdlər arasında düzgün münasibət olmalıdır. Bir də şagirdlərdə rəy vermə bacarığı olmalıdır. Rəy vermə bacarığı olmalıdır ki, çünki cütlərlə iş zamanı yoldaş qiymətləndirmədən istifadə olunur. Ona görə rəy vermə bacarıqları yüksək olmalıdır və şagirdlər arasında düzgün münasibət olmalıdır cütlərlə iş. Və burada fikir mübadiləsi aparılır. Burada əsasən cütlərlə işdə şagirdlər öz aralarında empatiya qurulur. Cütlərlə iş ekstrovert şəxsiyyət tipinə malik şagirdlər arasında şagirdlər daha maraqlı olur cütlərlə işdə işləmək. Sonra cütlərlə işdə belə deyim, bir-birindən öyrənmə imkanı olur. Doğru deyirsiniz. Ay sağ ol. Doğrudur müəllimə. Müəllimə, sizdə ixtisas hansı fəndir? Fizika. Fizika məzmun xətti nədir və fizikanın məzmun xəttləri?
Fizikanın məzmun xəttləri deməli, fiziki kəmiyyətlər, onların ölçülməsi, Aha. sonra klassik mexanikanın əsasları, elektrik, maqnit və elektromaqnit sahələri, molekulyar kinetik nəzəriyyə və termodinamikanın əsasları, rəqslər, dalğalar, optika, bir də maddənin atom nəzəriyyəsi, kvant fizikası və astrofizika. Mən bilən bu olmalıdır, dəyişməyibsə. Çünki bizdə 7-8-lərdə dəyişib kitablar, ondan yuxarı indi yəqin bu ildə nəsə dəyişər, amma məncə məzmun xətti ilə belə də qalar. Mənim elədir. Məndə axı mən bildiyim budur. Fiziki hadisələr, qanuna uyğunluqlar və qanunlar, maddə və sahə qarşılıqlı təsir, əlaqəli sistem, eksperimental fizika və müasir həyat. Sözsüz Siz ki, onu Salih xanıma göndərərsiniz ya da qrupa atarsınız, amma bunu mən axırıncı metodistimdən soruşmuşdum. Məktəbdə bizim dərslərə girən metodistimiz o da ixtisasca fizikdir. Müəllimə siz də atarsınız. İlahi müəllim düz deyir. Məzmun xəttləri yenilənibdir, müəllimlər, qulaq asın. Məzmun Bəli. xəttləri yenilənibdir biologiyada, Bəli. fizikada, kimyada. İndi Bəli. Günay müəllimin qrupa atar, qrupda digər fizika müəllimləri də görər. Mən də ataram. Bəli. Məncə o maddə sahə məsələsi dəyişib. Mənə elə gəlir mən deyən məncə. Deyirik təvazökarlıqdan uzaq Müəllim, olsa. məndə də Məncə mən deyən düzdür. Müəllimə, onu sonra dərsdən sonra Yaxşı. baxarıq onun onu. dəqiq Atarsınız nəticə qrupa. Baş üstə. Hı Baş -hı. üstə. İlahə müəllimə, şəhid müəllimlərimizdən kimləri tanıyırsınız? Bir sual 3-4 verin. dənəsini çalışmışam, yadımda saxlayım. Vüqar Vəliyev, Rəşad Məmmədov, Elxan Lətifov idi deyəsən. Sonra Rəvan qarışdırıram, çalışıram əzbəri yadımda saxlayım. Vüqar Vəliyev doğru deyirsiniz. Vüqar Sonra Vəliyev, Qoşqar Ömərov, Qoşqar İlham Ömərov. Rzayev, Bəli. Rəşad Məmmədov, Famil Əhmədzadə. Bunlar yadımda qalır. Ay sağ ol. Aha, bunlardan da soruşduq. 2026-cı il nə il idi müəllimə? 2026 o yadımdan çıxıb. Bir onu biləm 2008 kurikulum ilidir. 2026 2025 Şəhər salma və Şəhər sarıma bir də memarlıq. Ay bu? sağ ol. Bəli. Şəhər salma, salma və memarlıq. memarlıq ilidir, doğrudur. Bəli. 2020-ci il İlahə müəllimə nə il idi? 2020-ci il. İlləri hazırlamamışam. Mən o PDF-i tapmadım Salih xanım bizim qrupumuzda. O mənə çox maraqlı idi. PDF deyil, Bəlkə mən- şəkil formasında atmışam. 2020-ci il müəllimlər, bu əsas ildir. 2020-ci il məncə hamı bilər nə ilidir? Könüllülər ilidir. Könüllülər ili. Ay yadınızdan çıxartmayın. 2020-ci il könüllülər ilidir. Bu könüllülər də bilirsiniz də 2-ci Qarabağ müharibəsinə könüllü şəkildə bəli, Hə. gənc belə gənclər olsun, müəyyən yaş təbəqəsində olan belə deyim, əsgərlərimizin, oğullarımızın, igidlərimizin müharibəyə könüllü şəkildə getməsi ilə əlaqədar olaraq 2020-ci ilin onların belə deyim şərəfinə belə deyək də 2020-ci il nə ilə adlandırılıb? Könüllülər ili Könüllülər. elan olunub. Bəli. Ay sağ ol. 2020-ci il könüllülər ilidir. İlahə müəllimə, bir sual da verim sizə. Məzmun xəttini sizdən soruşdum. Deməli, diaqnostik qiymətləndirmə. Bax, bunu video izahdan atıram sizə. Diaqnostik qiymətləndirmə haqqında nə bilirsiniz? Nə deyə bilərsiniz? Diaqnostik qiymətləndirmə Bax, ilin bu sual. əvvəlində Aha. və ortasında aparıla bilər. Şagirdlərin malik olduğu biliyi dəyərləndirmək üçün. Yəni biz bundan əvvəlki ilimizə aid diaqnostik qiymətləndirmə keçiririk və onu qeyd edirik, portfolyolarında saxlayırıq. Yəni biz bilirik ki, artıq yeni tədris ilində hansı istiqamətdə daha nə öyrətməliyik? Çünki şagirdin malik olduğu biliyi dəyərləndiririk, bilirik. Yəni mən bildiyim Deməli, diaqnostik ümumiyyətcə məktəb daxili qiymətləndirmənin 3 növü var. Bilirsiniz, diaqnostik qiymətləndirmədir, formativ qiymətləndirmədir və summativ qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə bölmə və bəhslərin, yarımillərin,
əvvəlində həyata keçirilir. Sinifə yeni şagird gəldikdə, şagirdlər yəni məktəbdən məktəbə, sinifdən sinifə şagird keçdikdə bu zaman diaqnostik qiymətləndirmə aparılır. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Şagirdlərin ilkin bilik bacarıq səviyyəsini yoxlamaq məqsədi ilə aparılır və diaqnostik qiymətləndirməni aparmaqla müəllim belə deyək də şagirdlər haqqında ilkin səviyyəsi haqqında İlkin məlumat məlumat əldə əldə edir və bu məlumata əsasən tədrisin düzgün planlaşdırılmasında və tədrisin effektiv təşkilinin təmin etməsində böyük rol oynayır. Yadınızda saxlayın, diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, balla, qiymətlə yazılmır, jurnala qeyd olunmur, köçürülmür. Şagird portfolyosunda saxlanılır. Hər bir şagirdin özünə fən ayrı-ayrı şəkildə, belə deyək, və bunun belə deyim, nəticələri əsasında yenə deyirəm, tədrisin effektiv planlaşdırılmasında istifadə olunur, tədrisin düzgün təşkil olunmasında istifadə olunur. Bir də yadınızda saxlayın, diaqnostik qiymətləndirmə aparmaqla müəllim diferensial təlimi təmin edir. Bax, müəllimə belə bir köməklik də olur ki, diferensiallaşmanı təmin edir. Bax, belə bir sual versə ki, hansı qiymətləndirmə diferensiallaşmanı, fərdiləşməni təmin edir? Məhz diaqnostik qiymətləndirmə. Bir də diaqnostik qiymətləndirmə müəllim üçün barometr rolunu oynayır. Bax, bunları yadınızdan çıxartmayın. Diaqnostik qiymətləndirmə haqqında olan əsas məqamlar idi. Ay, sağ olun. Formativ qiymətləndirmə də gündəlik aparılan qiymətləndirmədir. Bəli, formativ qiymətləndirmə gündəlik aparılır. Gündəlik olaraq şagird fəaliyyətinin izlənməsini təmin edir. Formativ qiymətləndirmə deməli müəllimə qarşıya çıxan problemlərin aşkarlanması və onun aradan qaldırılmasına kömək edir. Formativ qiymətləndirmə bir növ şagirdləri summativ qiymətləndirməyə hazırlayır. Formativ qiymətləndirmənin əsas məqsədi, amalı odur ki, şagirdi olduğu yerdən olacağı yerə aparan qiymətləndirmədir. Formativ qiymətləndirmədə rəsmi qiymətləndirmə deyil, sinifin jurnala köçürülmür, balla qeyd olunmur, meyar əsasında rəylər vasitəsilə, rəylərin törənliyi ilə əks əlaqə qurulur, aparılır, istifadə olunur. Yəni, formativ qiymətləndirmədə rəylərdən istifadə etməklə şagirdlər arasında əks əlaqə qurulur. Formativ qiymətləndirmə gündəlik qiymətləndirmədir. Gündəlik şagird fəaliyyətinin izlənməsini təmin edən qiymətləndirmədir. Deməli, məzmun standartlarının mənimsənməsini təmin edən qiymətləndirmə formativ qiymətləndirmədir. Məzmun standartlarının mənimsənməsini ölçən qiymətləndirmə summativ qiymətləndirmədir. Summativ qiymətləndirmə də bilirsiniz ki, tədris ilinin, belə deyək də, hər bölmə və bəslərin sonunda, bir də böyük summativdə birinci, ikinci yarım ilin sonunda təşkil olunan qiymətləndirmədə iki növü var. Böyük summativ, kiçik summativ. Summativ qiymətləndirmə summa ölçü deməkdir. Artıq şagirdin əldə etdiyi bilik bacarığın səviyyəsini müəyyənləşdirmək üçün, yəni məzmun standartlarını necə mənimsədiyini ölçmək üçün aparılan qiymətləndirmə summativ qiymətləndirmədir. Summativ qiymətləndirmədə birinci sinifdə TSG və BSG ümumiyyətcə qiymətləndirmə, summativ qiymətləndirmə yoxdur. Qalan siniflərdə isə summativ qiymətləndirmə, bəli, hamısında var, amma kiçik summativ qiymətləndirmə hamısında var. Böyük summativ qiymətləndirmə də 4-cü sinifdə, 9, 11-ci sinifdə bütün fənlərdədir. Qalan 5-dir, 6-dır, 7-dir, 8-dir. Bir də 10-cu sinifdə əsas buraxılış fənlərdən böyük summativ qiymətləndirmə təşkil olunur. Bəli, bəli. Yəni, əsas məqamları, məlumatları bilir müəllimlər bu qiymətləndirmə haqqında. Çünki ən çox verilən suallardan biri də qiymətləndirmə nədir deyəndə də şagird nailiyyətləri haqqında məlumatın əldə etməsini təmin edir qiymətləndirmə. Şagird nailiyyətləri haqqında məlumat, informasiya əldə etmək üçün qiymətləndirmədən istifadə olunur. Özdə qiymətləndirmənin də 4 növü var.
Deməli, beynəlxalq qiymətləndirmə, Milli milli qiymətləndirmə, qiymətləndirmə, yekun bəli, qiymətləndirmə. yekun qiymətləndirmə, bir də məktəb daxili qiymətləndirmə. Sual verəndə fikir verin. Əgər qiymətləndirmənin neçə növü varsa, 4 növü var deyirsiniz. Əgər məktəb daxili qiymətləndirmənin neçə növü varsa, onda 3 növü var deyirsiniz. Bax, bir qiymətləndirmə haqqında da burada biraz məlumat verdik. Deməli, biz İlahə müəlliməyə suallarımızı verdik. Çox sağ olun İlahə müəllimə. Buyurun, siz sağ olun Sağ müəllim. olun müəllimə. Keçək digər İlahə müəllimlərdən biri səsi açsın. Bəli, müəllim axşamınız xeyir. Axşamınız xeyir. İlahə müəllimə. Bir dəqiqə. Dərsdən çıxıb yenidən qoşulun. Səs exo verir. Yenə Aha, səs exo verir sizdə. Həmişə İlahə müəllimə daha exo verir. Hə, bir İlahə müəllimə də səs exo Nəysə verir. çox kod verir o yəqin. Öz telefonunun kodunu alsın biraz mən. Aha. Keçək Ruhanə müəllimə. Gəlin sizdən başlayaq. O müəllimə gələnəcən. yenə səs exo verir müəllimə, bağışlayın. Baxaq görək. Yox, indi verin. Gəlin sizi sual-cavab eləyək. Məndə MIG idi. Mən o PDF-lərə bir o qədər baxa bilmədim. Mən digər məlumatları öyrəndim. Yəni mən öz ərazimizin haqqında, sonra ixtisasımın məzmun xəttlərini bilmirəm. Çünki birinci səfərdir mən MIG-ə imtahan vermişəm də. Mən indiyənə qədər müəllimə işləməmişəm. Sonra yəni Tovuzdan olduğuma görə dedim Tovuz döyüşləri haqqında nəsə sual Bəli, verə bəli, bilərəm. əsas məlumatlar Bunları əldə öyrəndim. etməlisiniz. Yox, indi sizdə metodika sualları verəcək. İndi siz məzmun xəttin nə olduğunu bilirsiniz, müəllimə? Bəli, məzmun xətt əsas xəttdir, dəyişməzdir, leytmotivdir, ana xəttdir. Bu qədər. Aha. Məzmun xəttin özünün tərifini bilmirsiniz ha? Məzmun xətti yox, tərifini deyə bilmərəm dəqiq. Yəni o elə bil o qədər indi kurikulum kitabım yəni özümdə deyil. O kurikulum PDF-lərdə kitabına var da, atdığımız PDF-lərdə var, baxmısınızsa. mən bir o Bura qədər atdığım PDF-lərə baxıram. Müəllimə, bu müəllimlərə atdığım PDF-lərdə metodika sizə də aiddir. Metodika istər MIG-ə gedən, istərsə də sertifikasiyaya gedən müəllimlərin hər birinə aiddir. O PDF-lərdə var. İndi yavaş-yavaş atıram hamısını. Təzədən sizə yenə ataram ki, əvvəlki PDF-lərə də baxarsınız. Orada metodika aid bütün PDF-ləri oxumalısınız, yəni bilməlisiniz. Metodika üzrə müəllimə. Müəllimə, belə bir sual verib. Şəhid müəllimlərdən tanıyırsınız? Aha, şəhid müəllimlərdən deməli Emil Qurbanov, sonra Tural Ömərov, səhv eləmirəmsə, yox, Qoşqar Ömərov, sonra Rəşad Məmmədov, sonra Elgün Quliyev, yadımda qalar bunlar. 2021-ci il nə ilə olub müəllimə? 2021-ci il Nizami Gəncəvi. 2025? 2025 Konstitusiya ili. Aha, Və alt suverenlik. standart nədir müəllimə? Alt standart şagirdin biliyinə yox. Nəsə dövlət tələbidir. Bax belə bir şey Bilik yadımda. bacarıq səviyyəsinə, şagirdin Qoyulan bilik dövlət bacarıq tələbi. səviyyəsinə qoyulan dövlət tələbidir. Mhm. Alt standart. Aha. Yaxşı müəllimə. Alt standartın funksiyaları hansılar idi? Ona əsasən elə bir kiçik summativ qiymətləndirmə alt standartlara əsasən keçirilir. Summativ qiymətləndirməni də təmin edən alt standartı. Bəs digər funksiyaları yadınızdadır? İkinci rəqəmlə göstərilir, dəyişə bilir. Yəni Hə, funksiyalara da baxmalısınız. Deməli müəllimə, siz sonra mənə əvvəl mən sizə xeyli dünya görüşə aid deməli PDF-lər atmışam. İndi siz mənə yenə qeyd edərsiniz, mən sizə metodika üzrə PDF-lər atım. O PDF-lər qısadır. Orada alt standart, məzmun xətti, məzmun standartı, əsas belə deyim də məqam qiymətləndirmə. Yəni sizə də o suallardan biri veriləcək, ikisi veriləcək. Belə deyim. Müəllimim 2 gündür
2 gündür mən o qədər həyəcan keçirirəm ki, çünki 2 gündür seçim eləmişdim. Dedim, yəni düşərəm, düşmərəm. Çox ümidim yox idi. Yəni yüksək ballar çox idi. Bizdə cəmi 7 vakansiya yeri verilmişdi. İndi çox şükür ki, mən də 73 baldan düşdüm. Düzdür, biraz yəni ucqar, biraz uzaqdır. Yəni ucqar rayondur, rayon bölgə Təbrik ərazidir. edirəm sizi. Nə yaxşı. Çox sağ olun. Hə, ona inanırsınız 2 gündür, yəni mən heç bilmirəm indi yəni həyəcandandır. Heç nəyə əlim uyuşmur. Yəni heç oxumaq Mənə istəmirəm. fərdiyə yazın. Sizə əsas metod ki, psixoloji suallar atacağam. Hələ dünya görüşü o da çox deyə, onun çoxsunu atmışam sizə, siz baxmamısınız. Mən sizə metod ki, psixologiya bunu aradan qaldırın, sonra da keçin dünya görüşündən xeyli bir hissələri öyrənməyə. Mən də yazmışam Məhəmməd sizə fərdiyə. Sizin MİQ qrupunuz var, o yəni onlardan mən çünki sertifikasiyada suallar fərqli olur, MİQ-də suallar fərqli. İndi yəni bugündən artıq bilindi ki, 1-2-3 saatdır bilinib ki, yəni hara düşdüyüm. Ona görə yəni keçdiyim, məktəbə qəbul olduğum, yəni indi daha çox başlayacağam, yəni Bəli. dəqiq hazırlaşmağa. Və sizə fərdiyə yazmışam. Hə, Qrup olsa mən onu baxacağam. əlavə eləyərəm. Baxacağam müəllimə. İndi dərsdən sonra baxacağam. Oldu İlahə müəllimə. Bir də yəni öz rayonum haqqında məlumat Bəli, toplamışam. mütləq. Tovuz döyüşləri haqqında, yəni Tovuzdan Mütləq. olduğuma görə. Tovuzdan Şəhidlərin adını olduğunuza görə öyrənmişəm. verilmə ehtimalı daha çoxdur sizə. Yaxşı. Onları mütləq öyrənməlisiniz. Oldu müəllimə. Sağ Yaxşı. olun. Keçək digər İlahə müəlliməmiz. 3 dənə İlahə müəlliməmiz var. Nə yaxşı İlahədən bolum. Digər İlahə müəlliməmiz. Onların ixtisası nə idi ki, müəllimə görə? Bu müəllimə nə idi ixtisası MİQ-dən girən? Mənim yadımda qalmır ki, hansı müəllimə ixtisası nədir? Soruşuram təzədən müəllimə. Təzədən soruşuram ki, hansı idi ixtisasınız? Digər İlahə müəllimə, səsi açmırsınız. Keçək nəzakət müəlliməyə. Nəzakət müəllimə. Nəzakət müəllimə. Nəzakət müəllimə də səsi açmır. Yəqin baxmayıb PDF-lərə. Ruhanə müəllimə. Bəli, müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Açdınızmı səsi? Müəllimə neynəmisiniz? PDF-ə zada baxmısınız dərslərə? Baxmışam biraz. Müəllimə, mən bu gün gec qoşuldum, qoşula bilmədim. Biraz var qoşulmuşam. Elə. Niyə? Linki qoşulmaq atmışdım mümkün da. deyildi. Linki atmışdım da. Atanda qoşulmamısınız, sonradan qoşulmusunuz. Sonra 20 dəqiqə də hardasa qoşulmuşam. İndi biraz baxmışam da PDF-lərə. Aha, Sual gəlin sizə bir-iki sual verək görək. Necə cavab verirsiniz? Müəllimə, inteqrasiya nədir? Rahat sualdır, bax sizə düşdü. İnteqrasiya əlaqə deməkdir. Mhm. Deməli, inteqrasiyanın 3 növü var. Fən daxili, fənlər arası, fən üstü. Ay sağ ol. Onların hamısını deyim müəllimə. Deyin, nə bilirsiniz inteqrasiya nədir deyəndə, ümumiyyətlə məsəl üçün məzmun xətti nədir? Nə bilirsiniz deyin. İnteqrasiya nədir? Nə bilirsiniz deyin. Hamısından danışın. Yəni bir-birinizə qədər danışın. Fən daxili eyni, elə bil ki, ayrı-ayrı standartlara görə verilir. Fənlər arası başqa fənlərdir. Yəni başqa fənlərin arası və yaxud da həyatla çaşdım. Yox, müəllimə. Deməli, inteqrasiya əlaqə deməkdir. Latın dilində bütövləşmə mənasını verir. İnteqrasiyanın 3 növü var. Fən daxili, fənlər arası, fən üstü. Fən daxilinin də özünün 2 növü var. Şaquli, bir də üfüqi. Fən daxili bir fənin daxilində olan, yaradılan əlaqədir. Şaquli inteqrasiya siniflər üzrə məzmun xəttləri eyni olur, siniflər fərqli olur. Siniflər üzrə yaradılan əlaqədir. Üfüqi inteqrasiya sinif eyni olur, məzmun xəttləri fərqli olur. Eyni sinif, eyni fən daxilində müxtəlif məzmun xəttləri arasında yaradılan əlaqədir. Fənlər arası burada adından məlumdur. Bir neçə fənnin arasında yaradılan əlaqədir. Fən üstü də həyatda tətbiqdir. Həyatla əlaqələndirməkdir. Müəllimə, inklüziv təhsil nədir bəs?
İnklüziv təhsil deməli şagirdin elə bil ki, sağlamlığından, nə bilim, onun biliyindən, bacarığından, yəni irəli gəlməyən bir şey. Yəni hər bir şagird ola bilər və biz ona inklüziv yanaşmalıyıq. Yəni bütün şagirdlər üçün təhsilin Bəli, əlçatan bütün olmasıdır. şagirdlər üçün təhsilin Təhsilin əlçatanlığı əlçatan. inklüziv Yəni təhsil. burada təhsilin həm fiziki, psixi, intellektual xüsusiyyətlərindən və sağlamlıq imkanlarından asılı olmayaraq bütün şagirdlər üçün Şagirdlər təhsilin üçün əlçatan əlçatan olmalıdır. olmasıdır inklüziv təhsil. Bəli. Müəllimə, bəs rubrik nədir? Rubrik gündəlik qiymətləndirmədə, yəni ki, formativ qiymətləndirmə. Rubrik qiymətləndirmə vasitəsidir, formativ qiymətləndirmə üsuludur. Rubrikin növləri hansılardır? Hilsonist nədir? Yox. Analitik, bir də Analitik, holistik. holistik, analitik, Analitik holistik. rubrik, bir də holistik Deməli- rubrik var. Deməli, əsas analitik rubrikdən istifadə olunur, hə, müəllimə? Analitik rubrikdən, deməli, analitik ayrı-ayrı meyarlar əsasında şagirdləri qiymətləndirməkdir. Holistik isə şagirdləri bir meyar əsasında ümumi şəkildə qiymətləndirmədir. Bəli. Müəllimə, bir sual da verim sizə. Şagird yönümlülük deyəndə nə başa düşürsüz? Deməli, şagird yönümlülük, yəni biz dərsi elə qurmalıyıq ki, sırf şagirdin elə bir ki, necə deyim sizə, idraki, ünsiyyəti, məsələn, psixomotor fəaliyyətinə əsaslansın da. Bəşəri, məsələn, O şəxsiyyət yönümlülükdədir. Yəni idraki, ünsiyyət, psixomotor fəaliyyət. Şagird yönümlülükdə şagirdin marağı, istəyi, mənafeyi əsas nəzərə tutulur. almalıyıq. Onların potensial imkanları nəzərə alınır. Onların belə deyim də, tələbatların ödənməsinə, istedadların reallaşmasına xidmət edir. Yəni şagird yönümlülükdə şagird təhsilin mərkəzində dayanır. Onların istəyi, marağı, mənafeyi əsas götürülür. Müəllimə, sizdə fən hansı fəndir? Tarix. Tarixin məzmun xəttlərini deyin görək. Deməli, tarixi məkan, tarixi zaman, maddi mədəniyyət nümunələri, mədəniyyət, şəxsiyyət. Ay sağ ol. Hər bir fən müəllimi, yenə deyirəm, hər biriniz məzmun xəttləri ardıcıl şəkildə əzbərdən bilməlisiniz. Oldu müəllimə, çox sağ olun. Siz sağ olun müəllimə. Keçək digər müəllim yoldaşımıza. Məlahət müəllimə. Məlahət müəllimə, eşidirsiniz? Bəzi müəllimlərimiz səsi açmır. Yəqin PDF-lərə zada baxmayıbmı? Yoxsa necə olubsa görəm. Məlahət müəllimə də səs açmadı. Rəsul adı ilə qoşulmuş müəllimə hansı müəllimə idi? Müəllimlər, sizə nə olub? Daha da danışmalısınız. Daha da danışmalısınız ki, Mən axşam çox axşamınız xeyir. Hansı müəllimə idi? Şahnaz müəllim. Hə, Şahnaz müəllimə. Sizdə fən hansı fəndir? Texnologiya. Məzmun xəttləri deyin görək. Emal texnologiyaları, texnika elementi, qrafika, məişət mədəniyyəti. Aha, məzmun xətti özü nədir bəs? Məzmun xətti dərsimizin ana xətti, motividir. Ana xətti, əsas hissədir, leitmotivdir, dəyişməzdir. Aha, məzmun Müəllimə, olar texnologiyanın məzmun xəttini burada təkrarlayarsınız da, mən də texnologiya müəlliməsiyəm. Müəllimə, verəcəyik sizə məzmun xəttləri. Eləmi? Hamı mən indi tapşıracağam. Qrupda yazacaq öz məzmun xəttlərini. Çünki bilməyən müəllimlər də oradan Hə. götürsün. Qrupa yazdıracağam hamısını. Deməli, məzmun xətti, bəli, müəllimə, məzmun xəttinin tərifini də qeyd edək. Hər fən üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
hər fən üzrə təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olmuş məzmunun zəruri hissəsidir. Ana xəttdir, leytomotivdir, dəyişməzdir, bünövrədir. Sonra məzmun xətti hər fəndə məsəl üçün şagirddə formalaşdıracağı bacarıqlar üzrə müəyyənləşir. Hər bir ixtisas müəllimi də öz məzmun xəttlərini əzbərdən bilməlidir. Bunlar əsasdır, yəni biz bunları bilməliyik. Şahnaz müəllimə, şagirdlərin rəyi necə verirsiniz? Şagirdlərin Hansı rəyi rəydən istifadə edirsiniz? konstruktiv rəydən. Konstruktiv rəydən istifadə edirsiniz. Yəni konstruktiv rəy özü necə olur, bilirsiniz bu haqda? Konstruktiv rəy yəni vaxtında, anında gələcəyə yönük olmalıdır. Yəni gecikmiş rəy olmalı deyil. Vaxtında, anında verilməlidir rəy. Gələcəyə yönəlik, istiqamət verən, inkişafa aparan şagirdləri vaxtında, anında verilir, spesifik olmalıdır, həssaslıqla verilməlidir, bəli, məqsədə uyğun verilməlidir. Bəs sinifdə səs-küy olduğu zaman, direktor da təsadüfən gəlib sizin sinifə daxil olsa, sizə irad bildirsə, nə reaksiya verərsiniz bu zaman? Sinifdə səs-küy bir dərslə bağlı ola bilər. Bir də necə deyim, xaoslu səs ola bilər də. İndi bu baxır hansına irad bildirir. Əgər dərslə bağlıdırsa bu normal haldır. Əgər xaoslu səssə, yəni bunu necə deyim, direktordan indi izah edərəm ki, yəni üzürlü sayın. Ola bilər. Növbəti dərslərdə, növbəti dəfə belə hal təkrarlanmayacaq. Deməli, belə yadınızda saxlayın, səs-küylər iki cür olur. Bir, işgüzar səs-küylər, bir də xaotik səs-küylər. İşgüzar səs-küylər yol veriləndir. Yəni, burada qrup işi ilə əlaqədar olaraq, bütün siniflə işə əlaqədar olaraq və ya fənlə bağlı olaraq, məsəl üçün, musiqi, texnologiya, indi orada alətlərlə bağlı olaraq, indi işlə bağlı olaraq, dərslə bağlı olaraq bununla əlaqəli səs-küydə, yəni işgüzar səs-küyü hesab olunur. Yəni, bu zaman yenə də nəzarət olunmalıdır. Yəni, bu yol veriləndir. Amma xaotik səs-küy buna deməli, biz çalışmalıyıq ki, sinifi effektiv idarə edək və xaotik səs-küyə yol verməyək. Əgər sinifdə direktor gəldiyi zaman xaotik səs-küydürsə, əlbəttə ki, biz üzr istəyərik və belə bir halların növbəti dəfə təkrarlanmayacağını qeyd edərik və çalışarıq ki, bu problemi aradan qaldıraq. Yəni, səs-küylərə baxılır, necə səs-küydürsə. Burada dedim səs-küyü olan zaman. Bəs, müəllimə, dərs oxumayan şagirdi necə həvəsləndirərsiniz, dərsi oxusun? Dərs oxumayan şagirdi, əvvəlcə onun, necə deyim, marağınla maraqlanaram da. Yəni, o şagird hansı yöndə öyrənmək istəyir, necə öyrənir, onun marağını nəzərə alaram. O yöndə çalışaram ki, şagirdə dərsə yönəldim. Bəli, şagirdin marağını, istəyinə uyğun dərsləri təşkil edərəm. Dərslərində interaktiv təlim üsullardan istifadə edərəm, oyunlarla quraram, yeni təlim üsullarından istifadə edərəm. Şagirdlərin maraqlarını nəzərə alaram, onların öyrənmə tərzlərinə uyğun praktik dərslərimdə daha çox praktik olaraq göstərərəm. Əyani vəsaitlərdən istifadə edərəm. Video çarxlar, slaytlar əsasında həyata keçirərəm ki, dərslərin, şagirdlərin marağına səbəb olsun. Hamısının, belə deyim də, maraqla, həvəslə dərsə cəlb olmasını təmin etməyə çalışaram və onların, belə deyim, dərsə marağını daha da yüksəldərəm və hər biri də çalışaram ki, dərslərini hazırlıqlı şəkildə neynəsin, dərslərdə iştirak etsin. Deməli, müəlliməyə də dedik. Çox sağ ol müəllimə, PDF-lərə baxarsınız yenə də. Oldu müəllimə. Keçək digər müəllim yoldaşımıza. Ruhanə müəllimə. Ruhanə müəllimə, siz hazırsınız bugünə? Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Müəllimə, baxmışam mən də PDF-lərə, yəni o qədər də yox, amma baxmışam.
Müəllimə, sizdən bir-iki əlavə sual da verim sizə. 2022-ci il nə il idi? Neçənci il müəllimə? 2023 2022-ci il. Heydər Əliyev ilidir, səhv eləmirəmsə. 2022 Şuşa ili. Şuşa ilidir. Ay sağ ol. 2023-cü il? 2023-cü il Heydər Əliyev ili. Ay sağ ol. 2023-cü il Heydər Əliyev ilidir. İxtisasınız Tarix müəlliməsi. tarixi məzmun xəttləri? Tarixin 5 məzmun xətti var. Tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət. Alt standart nədir? Alt standart Şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. dövlət tələbidir. Bəli, şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Funksiyalarını sadalayaq. Alt standartın 4 əsas funksiyaları. funksiyası. Onlar dəqiq yadımda deyil müəllimə. Deməli, Hansıdır? 4 əsas funksiyası var alt standartın. Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Təlimdə inteqrativliyi təmin edir. Təlim strategiyalarının düzgün müəyyən olunması üçün mühüm rol oynayır. Təlimin məzmununun davamlı inkişafını təmin edir. Bundan başqa alt standart summativ qiymətləndirmə aparmasını da təmin edir. Və bu məlumatları da qeyd etdik. Müəllimə, Bəli müəllimə. alt standart haqqında dedik. Bəs şəhid müəllimlərdən kimləri tanıyırsınız? Şəhid deməli Tural Rəhimov, Emil Qurbanov, Elxan Rzayev, Famil Əhmədzadə, Vüqar Vəliyev, sonra Qoşqar Ömərov. Aha. Müəllimə, siz dərslərdə hansı təlim üsullarından istifadə edirsiniz? Təlim üsulları beyin həmləsi, bübü, karusel, sonra Və yenə deyirəm, hər bir fən müəllimi, bax, metodik vəsaitlərdə ən çox fən üzrə Venn ən diaqramı, istifadə olunan təlim Venn üsulları diaqramı. adları var. Metodik vəsaitlərə baxıb oradan öyrənə bilərsiniz. Əvvəldə verilir. Hər bir fən üzrə hansı təlim üsullardan daha çox istifadə edirsiniz? Təlim formalardan ən çox hansını istifadə edirsiniz bəs? Əsasən 4 təlim forması var. Yəni hamısından istifadə etməyə çalışırıq il ərzində. Təlim formaları cütlərlə iş, qrupla iş, fərdi iş, kollektiv iş. Bəli, alt standart üzrə təlim nəticəsinə uyğun olaraq Bəli, təlim bəli. formalarında məqamında və düzgün hər birindən istifadə edirəm. Yaxşı, qiymətləndirmədən ən çox hansı qiymətləndirmədən istifadə edirsiniz? Qiymətləndirmənin növləri formativ həmən qiymətləndirmələrdə o Bəli, müəllimə. məktəb daxil. Müəllim istifadə Bəli. etdiyi qiymətləndirmə formativ, Formativ, summativ, diaqnostik da, diaqnostik, formativ, gündəlik summativ. qiymətləndirmə, formativ qiymətləndirmə meyarlara əsasən. Summativ, bir də diaqnostik. Diaqnostik ilkin qiymətləndirilməsidir şagirdlərin. Summativ qiymətləndirməndə 2 növ var. Kiçik summativ qiymətləndirmə bölmələr üzrə həyata keçirilir. Böyük summativ qiymətləndirmə isə birinci yarımilin və ikinci yarımilin yekununda. Bəs siz hansından Məktəb istifadə rəhbərliyi edirsiniz o tərəfindən. qiymətləndirmələrdən? Qiymətləndirmələrdən həm formativ qiymət, bütün hamısından da qiymətləndirmə, formativ Deməli, belə qiymətləndirmə sual üsulundan. verəndə yadınızda saxlayın. Qiymətləndirmənin hər biri vacibdir, əsasdır, lazımdır və hər birindən öz vaxtına, öz məqamına uyğun olaraq hər birindən istifadə edirəm. Mən məsəl üçün yalnız tutalım ki, summativdən və yaxud da yalnız mən formativdən, yalnız diaqnostikdən istifadə edirəm. Belə cavab düzgün deyil. Hər birindən öz vaxtına, öz məqamına uyğun olaraq nə edirəm? İstifadə edirəm. Oldu müəllimə? Bəli, bəli müəllimə. Ay sağ olun. Sağ olun Siz sağ olun. müəllimə. Keçək Siz sağ olun. Alidə Siz sağ olun, müəllimə. müəllim. Siz də sağ olun. Alidə müəllimə eşidirsiniz? Bəli, eşidirəm. Ay sağ ol. Alidə müəllimə,
Yaddaşı zəif şagirdlər necə işləyərsiniz? Necə qurarsınız dərslərinizi onlara uyğun? Yaddaşı zəif şagirdlə çalışaram ki, onun daha çox potensial imkanını nəzərə alıb onu yadda saxlaya biləcəyi həcmdə Aha. materiallar təqdim eləyim ona. Aha. bütün Deməli, şagirdlərin şagirdin qavrama səviyyəsinə uyğun, qavramasına Bəli. uyğun. Bütün şagirdlərin potensial imkanları eyni deyil də. Yəni bəzi şagirdlər daha yaxşı qavrayır, bəzi şagirdlərin amma imkanları zəifdir. Onların qavrayacağı tərzdə ona materiallar hazırlamağa çalışaram. Aha, tədrisi ona uyğun təşkil edərsiniz. Bəli. Yəni onun səviyyəsinə uyğun, qavramasına uyğun, öz səviyyəsinə uyğun tapşırıqlardan istifadə edərsiniz. Çünki o da digər şagirdlərlə birgə dərsdən kənarda qalmasın. Hətta belə deyək, dərsdən sonra da məşğul ola bilərsiniz o cür uşaqlarla. Əlavə tapşırıqlar da verə bilərsiniz o uşaqlara. Əlavə tapşırıqlarla da istifadə edə bilərsiniz. Bəli. Qiymətləndirmə üsulu nədir müəllimə? Qiymətləndirmə üsulu şagirdlərin qazandıqları nailiyyətlərin ölçülməsidir məncə. Qiymətləndirmə nədir? Şagird nailiyyətləri haqqında məlumat, informasiya əldə etmək üçün qiymətləndirmədən istifadə olunur. Qiymətləndirmədən istifadə edən zaman belə deyim, qiymətləndirmə üsulu nə ola bilər? Əlbəttə ki, biz o qiymətləndirmədə istifadə etdiyimiz vasitələri nəzərdə tutur. Məsəl üçün, testdir. Qiymətləndirmə üsulları, yəni nə vasitələrdən, nə metodlardan istifadə edirsiniz? Testimi, yazılımı, Bəli, testlər var, tapşırıqlar var, bəli. Bəli. Yəni qiymətləndirmə üsulu qiymətləndirmə prosesini həyata keçirmək üçün istifadə olunan metodlardır. Metodlar, bəli. Üsul dediniz, üsullar mən başqa cür nəzərdə. Üsullar müxtəlif üsullardan. Məsələn, summativ qiymətləndirmənin öz üsulları var. Bəli, metodları var. Diaqnostikin öz üsulları var. Bəli. Müəllimə, aqressiv şagirdlə necə davranarsınız? Səbirli, təmkinli davranmağa çalışaram. Onu dərsə cəlb etməyə çalışaram. Onun maraq dairəsinə uyğun dərsi qurmağa çalışaram ki, o da diqqətini dərsə versin. Dərsdən kənarda qalmasın. Yəni boş qalıb, yəni onun üçün də dərs maraqlı olsa, məncə daha çox yaxşı olar. Deməli, aqressiv şagirdlə müəllimə, bəli, biz səbirli və təmkinli olmalıyıq. Səbrimizi, təmkinimizi həmişə qorumalıyıq. Öz səbrimiz, təmkinimiz belə deyək də, hərəkət etməliyik. Bəli, hər bir anında. Aqressiv uşaqla iş görən zaman yadınızda saxlayın, o aqressiyanın yaranma səbəbini araşdırmalısınız. Görək, bu aqressiya nədən qaynaqlanır və nə məqamlarda o aqressiv davranır. Ona görə həmin şagirdin aqressiv davranmağının səbəbini araşdırmalısınız. Həmin şagirdlə fərdi söhbət aparmalısınız, səbəbini öyrənməlisiniz. Hətta valideynlə də söhbət apara bilərsiniz, danışa bilərsiniz, səbəbini araşdıra bilərsiniz. Görək, bu uşaqda bu cür aqressiv reaksiyaların, bu cür aqressiv davranmağının səbəbi nə ola bilər, nədən qaynaqlana bilər? Dərslərdə də bəli, onunla ünsiyyət zamanı, ondan davranış zamanı onu qıcıqlandıran, onu aqressiyaya gətirib çıxardan hərəkətlərdən biz uzaq olmalıyıq ki, onu biz belə deyim də, hər hansı bir sözlə, nə bilim, ifadə ilə hər hansı bir qıcıq yaranmasın və onda aqressiv bir davranış özündə nümayiş etdirməsin. Ona görə həmin uşaqlarla o xüsusiyyətləri nəzərə almalısınız, onun maraqlı istəyini nəzərə almalısınız, onun xüsusiyyətini yaxından bilməlisiniz. Amma fərdi söhbətlərdir, səbəbini araşdırmaqdır, nədən yaranıbdır. Bunların hər birini fərdi şəkildə söhbət aparmaqla, valideynlə münasibət qurmaqla apara bilərsiniz. Hətta psixoloqa müraciət edə bilərsiniz. Məsəl üçün, elə ola bilər ki, aqressiyanın həddən artıq ola bilər. Görürsünüz ki, yəni, belə deyim də, elə vəziyyət aldım ki, yəni, burada
istər belə deyim də, biz müəllim olaraq psixoloqla da işləməliyik. Bu zaman psixoloqla əməkdaşlıq edərsiniz, onunla yəni məlumatı verərək şagirdin ondan söhbətini təmin edə bilərsiniz. Qoy psixoloqla psixoloq özü də ondan bir söhbət aparsın, belə deyək də. Bu məqamların hər birini biz Bəli. etməliyik. Bax belə. Bəli. Mən özümün məsələn təcrübəmdə oldu. Şagirdlərimdən biri anasını itirmişdi 7-ci sinifdə. Gördünmü? Nəyinsə səbəbi Bəli, olub da. yoldaşlarına qarşı çox aqressiv idi. Gördünmü? Ha, yola Yadınızdan getmirdi. Mənə də çıxartmayın. valideynlərdən Aqressiya şikayət gəlirdi Aha. tez-tez. Ha, mən də onu göndərdim psixoloqun yanına. Bizdə şagird sayı azdır. Həmin sinifdə cəmisi 4 şagird var idi, 4-ü də qız idi. Onlar qızı çıxartdım, psixoloqun yanına göndərdim ki, psixoloqun səndən söhbəti var. O qızlara da başa saldım ki, bax, o travmalıdır, anasını yenicə itirib. Və onun səbəbini siz özünüz bilirsiniz. Deməli, yadınızda saxlayın. Aqressiyanın yaranma səbəbi var. Bəli. Yəni birdən-birə o elə olmur. Elə Bəli, olmur. birdən-birə Onu yəni çalışır onu qıcıqlandıran, idarə onu eləməyə. Bir travmadan, nədənsə qaynaqlanır. Ona görə Bəli. mütləq öyrənmək Bəli, lazımdır. bilmək lazımdır. travmadandır. Hə. Yoldaşlar da onu başa düşdülər, digər şagirdlər də. Dedim onu çalışın, idarə eləyin də. Siz evinizə gedəndə sizi ananız gözləyir, hazır süfrə gözləyir. Amma Bəli. o hələ özündən başqa da digər bacısına, qardaşına baxır. O şagirdlər də məni başa düşdülər. İndi həmin hadisədən 3 il keçib artıq o sinifdə bu il o uşaqlar 9-cu sinifi qurtardılar. Nə gözəl. Sonra normal münasibət yarandı həmin sinifdə. Ay sağ ol. Müəllimə, belə bir sual da verim sizə. Geriyə planlama nədir? Görün bilirsinizmi? Geriyə planlama. Aha. Yəni təlim nəticəsindən başlayırıq da birinci. Ay Məsələn, sağ sonda ol. nəyə nail olasıyıq? Aha. Məsələn, bu gün mən tarix dərsi keçəcəm. Həmin tutaq ki, mövzunun sonunda, yəni dərsin sonunda mən şagirdlərə nəyi öyrədəcəm, nəyə nail Şagirdlərin əldə olacağam? edəcəyi Bəli. bilik, bacarıq nə olacaq? Bəli. Deməli, Bəli, geriyə planlama müəllimlər nəticədən planlama deməkdir. Bəli. Yəni ilk öncə Bəli. nəticə ən sondadır. Müəllim ilk öncə həmin nəticəni müəyyənləşdirməlidir. Məqsədim nədir? Bəli. Sonra təlim fəaliyyəti, ardıcıllıq Bəli. belədir. Geriyə planlama nəticədən planlama deməkdir. Sonda olanı əvvəlcədən müəyyənləşdirilir. Planlaşdırmanın növləri hansılardır müəllimə? Planlaşdırmanın 2 növü var. Gündəlik, illik, gündəliyə cari, illiyə də perspektiv. Bəli, bəli. Geriyə planlama hansında var? Hər ikisində var. Bəli, hər ikisində geriyə planlama var. Ay sağ ol müəllimə. Çox sağ ol müəllimə. Sağ olun. Ay